Böyük pişiklər. Pələnglər haqqında hər şey. 3 Alman nəşriyyatı. Pələnglər haqqında qısa məlumat. Pələng iri, dördayaqlı məməlidir. O, dünyada ən böyük pişikdir. Şirlərdən fərqli olaraq pələnglər qrup halında yaşamırlar. Onlar yalqız heyvanlardır və tək yaşamağı xoşlayırlar. Pələnglər adətən gecə həyatı sürür, yəni gecələr fəaliyyətdə olurlar. Pələng Asiya xalqlarının mədəniyyətində çox məşhurdur. O, vəhşi heyvanların şahı hesab edilir və adətən hakimiyyət rəmzi sayılır. Pələng Hindistan, Bangladeş, Malayziya və Cənubi Koreyanın milli simvolu kimi məşhurdur. Pələnglər bəzən rəsm əsərlərində tanrı və ilahələrlə birgə təsvir olunur. Pələnglərin xarici görünüşü. Pələnglər üstündə tünd zolaqları olan narıncı dərili və qarnı ağ tüklə örtülmüş heyvanlardır. Bu rəng gizlənmələrinə elə şərait yaradır ki, digər heyvanlar onları görə bilmirlər. Buna kamuflyaj deyilir. Pələnglərin çox uzun bığları var. Erkəklərin bığları adətən dişilərindən daha uzun olur. Pələngin nərəltisi uzaq məsafədən də eşidilir. Pələngin caynaqları iti və öldürücüdür. Onlar caynaqlarından şikarı bərk-bərk tutub öldürmək üçün istifadə edirlər. Pişikkimilər cinsindən olan pələnglər ən uzun köpək dişlərinə malikdirlər. Bir pələngin ağırlığı 3 yetkin insanın çəkisindən daha çox ola bilər. Pələngin burnundan quyruğunun ucuna qədər olan ölçüsü 3,4 metr ola bilir. Bu da 11 futdur. Pələnglərin növləri. Pələnglərin 9 yarım növü var. Onlardan 6-sı hələ də yaşayır. Bengal pələngi, Hind-Çin pələngi, Malay pələngi, Sumatra pələngi, Sibir pələngi və Cənubi Çin pələngi. Onlar bir-birinə bənzəyir və eyni ilə üstündə qara zolaqları olan narıncı xəzə malikdirlər. Əsas fərq onların ölçüsü və çəkisindədir. Pələnglərin əksəriyyəti üstündə qara zolaqları olan narıncı xəzinə görə asanlıqla tanınır. Pələnglərin başqa 3 yarım növü də mövcud olub, lakin indi onların nəsli kəsilib. Amma hal-hazırda mövcud olan yarım növlər də təhlükə altındadır və nəsli tükənmək üzrədir. Artıq 25 ildir ki, Cənubi Çin pələnginə təbiətdə rast gəlinmir. Alimlər güman edirlər ki, artıq onların təbiətdə nəsli kəsilib. Cənubi Çin pələngi yalnız zooparklarda görmək mümkündür. Rəngli pələnglər. Pələnglərin əksəriyyəti qara zolaqlı, narıncı rəngdə olur, ancaq başqa rəngdə pələnglərə də rast gəlmək olar. Nə qədər qeyri-adi olsa da, bəzən pələnglərin xəzinin ağ yaxud qızılı rəngdə olması mümkündür. Ağ pələnglərə nadir hallarda rast gəlinir və əsasən zooparklarda rast gəlinir onlara. Adətən ağ pələnglər narıncı pələnglərdən böyük olurlar. Təbiətdə qızılı pələngin nəsli kəsilib. Qızılı pələnglərə ağ pələnglərdən də az rast gəlinir. Onların xəzi açıq qızılı rəngdədir və digər pələnglərə nisbətən qalındır. Ağ pələnglər kimi qızılı pələnglər də digər növlərdən böyük olur. Hazırda qızılı pələnglər çox az sayda və yalnız qapalı şəraitdə qalıb. Vəhşi təbiətdə mövcud olan son qızılı pələng neçə illər bundan əvvəl Hindistanda öldürülüb. Pələnglərə harada rast gəlinir? Əvvəllər pələnglərə Asiyanın hər yerində rast gəlmək olardı. Bugün isə onları yalnız bir neçə ölkədə görmək mümkündür. Bengal pələnginə Hindistan, Nepal, Bhutan və Bangladeshdə rast gəlmək olar. Sumatra pələnginə İndoneziyanın Sumatra adasında təsadüf edilir. Malay pələngi Malayziya, Sibir pələngi isə Sibirin soyuq və qarlı meşələrində yaşayırlar. Pələnglərin sayı 1900-cü ildən bəri əhəmiyyətli dərəcədə azalıb. Cənubi Çin pələnginin ehtimal olunan yaşayış yerlərini göstərən xəritədə görürük ki, hal-hazırda çox kiçik bir ərazidə onlara rast gəlinir. Cənubi Çin pələngi bir dəfə Çinin cənubunda görülüb, lakin 1970-ci illərdən sonra təbiətdə pələngin bu növünə rast gəlinməyib. Hind-Çin pələnginə Kamboca, Çin, Laos, Birma, Tayland və Vyetnamda hələ də rast gəlmək olar. Cənubi Çin pələnginin təbiətdə nəslinin kəsildiyini düşünürlər, amma bəzilərinin fikrincə haradasa bu növdən olan pələnglər bir neçə cüt qala bilər. Onların bir neçəsi hələ də qapalı şəraitdə yaşayır. Bəs pələnglər harada yaşayırlar? Pələnglər bir çox təbii yaşayış yerlərində, əsasən meşələrdə yaşayırlar. Onlar daha çox meşələrə üstünlük verir, çünki burada dərilərinin rəngi onlara şikarlarından gizlənməyə imkan verir. Kamuflyaj rolunu oynayan dəri pələngləri yaxşı gizlədirlər. Ağac budağı mükəmməl müşahidə məntəqəsi rolunu oynayır. Bəzi pələnglər, məsələn Sibir pələngi, nisbətən açıq ərazilərdə yaşayır. Yaşadığı mühitdə sağ qalmaq üçün suyun, ov heyvanlarının balalamaq üçün yuvaların yaxud mağaraların olması şərtdir. Bəzən pələnglər dincəlmək və yatmaq üçün iri ağac bucaqlarından istifadə edirlər.
Ov və qidalanma. Pələnglər ət yeyən heyvanlardır. Əksər vaxtlarda gecələr ova çıxırlar. Onlar adətən meşədə gizlənir və öz şikarına pusqu qurur. Pələnglər möhkəm çənələri ilə şikarını boğazından tutub öldürürlər. Pələnglər öz şikarına asta-asta və gizlicə yaxınlaşırlar. Xallı maral Benqal pələngi üçün əsas şikardır. Pələngin sevimli ovu marallar, çöl və ev donuzlarıdır. Onlar quşları, meymunları və hətta balıqları da yeyirlər. Digər böyük pişiklərdən fərqli olaraq pələnglər suda rahat hərəkət edərək öz şikarını güdürlər. Pələng balaları və pələngin yaşama müddəti. Pələnglər tək yaşamağı xoşlayırlar. Dişi ilə erkək cütləşdikdən sonra ayrılır. Onlar növbəti cütləşmə mövsümünə qədər adətən bir daha görüşmürlər. Pələng balaları cütləşmədən təxminən 100 gün sonra doğulurlar. Əksər dişilər 1-dən 6-yadək balası ola bilir, lakin 2-3 balanın doğulması daha xarakterikdir. Pələng balaları oynaya-oynaya öyrənirlər. Pələng balaları 2 yaşına qədər anaları ilə yaşayırlar. Dişi pələnglər öz balalarını təkbaşına böyüdürlər. Balalar 2 yaşına qədər anaları ilə qalır. Bu müddət ərzində ana pələng onlara ov etməyi öyrədir. Balalar təxminən 1 ildən sonra təkbaşına ov etmək qabiliyyətinə yələnirlər. Pələnglər 26 ilə qədər yaşaya bilirlər. Pələnglərin qorunması. Əvvəllər pələnglər insanlardan uzaqda yaşayırdı. İndi vəhşi təbiətdə çox pələng qalmayıb. Bunun səbəbi onların yaşadığı təbii məskənlərin insanlar tərəfindən zəbt edilmiş təsərrüfatlarının yanında və yol kənarlarında görmək mümkündür. Ağacların kəsilməsi pələnglərin məskənlərinin məhv edilməsi deməkdir. Hər birində 500 pələng var. Təxminən hesablamalara görə Çində 45 pələng qalıb. Hazırda Çində olan pələnglərin çox hissəsi zooparklardadır. İnsanlar və pələnglər. İnsanlarla pələnglər yola getmirlər. Adamlar pələnglər üçün təhlükə mənbəyidir, çünki onlar təbii məskənlərini dağıdır və ov məqsədi ilə pələngləri öldürürlər. Keçmişdə pələng dərisi baha qiymətə satılırdı. Asiyanın bəzi yerlərində pələngin müəyyən əzalarından hələ də dərman kimi istifadə olunur. Pələng dərisindən palas kimi də istifadə edirlər. Təbii məskənlərindən məhrum olmaları bəzən pələngləri ev heyvanları ilə qidalanmağa məcbur edir. Pələnglər də öz növbəsində insanlar üçün təhlükədir. Təbii məskənləri məhv edildiyinə görə bəzən onlara kəndlərin yaxınlığında da rast gəlmək olur. Onlar inəkləri, keçiləri və digər ev heyvanlarını ovlayırlar. Özlərinə uyğun qida tapmayanda insanlar da onların şikarına çevrilir. Pələng hər zaman pusquda olan yırtıcı hesab edildiyindən vəhşi təbiətdə insanlar üçün inanılmaz dərəcədə təhlükə yarada bilirlər. Qapalı şərait. Pələnglərə dünyanın hər yerində olan zooparklarda rast gəlmək mümkündür. Onlar hər zaman ziyarətçilərin diqqət mərkəzindədir. Bu heyvanların zooparklarda saxlanılması nəslinin kəsilməsinin qarşısını almaq üçün bir üsuldur. Pələnglərin zooparklarda yetişdirilməsi onların sayının yavaş-yavaş artmasına xidmət edir. Zooparklarda bəslənən bəzi pələnglər sonradan vəhşi təbiətə buraxılır. Pələnglər zooparklarda təhlükəsiz şəraitdə yaşayırlar. Zooparklarda doğulan pələnglər balalarının sağ qalmaq şansı daha böyük olur. Zooparklarda bir neçə min pələng var. Onların əksəriyyəti Abş və Çindədir. Yüzlərlə pələng isə ev heyvanları kimi bəslənir. Lakin bu həm insanlar, həm də pələnglər üçün təhlükəli ola bilər. Pələnglərə zooparklarda yaxşı qayğı göstərirlər və onları böyük qəfəslərdə yaxud hasara alınmış yerlərdə saxlayırlar.